Salam dostlar. Bugünkü dərsimizdə biraz qaldığımız yerdən layihənin davamını eləyəcəyik. Keçən dərsdə biz biraz brief versək, nə eləmişdik? Bir dənə model strukturunu qurmuşduq. Ümumən MVC arxitekturasını bəsit şəkildə necə blueprint olaraq necə tətbiq edəcəyimizə baxmışdıq. Database'imizi yaratmışdıq. Project DB-yə, ondan sonra database obyektimizi yaratmışdıq, modelimizi yaratmışdıq və s. və s. Və rootlarımızı yaratmışdıq. İndi bugün artıq bunun bir balaca düzənləməsini eləyəcəyik və ondan sonra yavaş-yavaş sistemli şəkildə davam eləyəcəyik. İndi burada bizim MVC arxitekturasında dediyimiz bura bizim model hissəmiz idi. Ondan sonra bura bizim deyək ki, kontrolörlərimiz idi bunlar. Bunların üzərində biz işləyəcəyik. Və ondan sonra mən indi bunu artıq silirəm. Buna ehtiyacımız yoxdur. Yavaş-yavaş daha layihənin orijinal formuna gedəcəyik. Burada. Ondan sonra deməli indi burada bir dənə bizim kontakt rutumuz var idi. İndi bunları bizim birinci hissələrə ayırmağımız lazımdır. Və burada artıq sizin özünüzün bir dəstə xətti olmalıdır. Yəni necə yaradacağınız haqqında, necə eləyəcəyiniz haqqında bir dəstə xəttiniz olmalıdır. Mən buna görə də belə bir hələ ki bir standart müəyyən edəcəm özümə. Deməli, mən burada bir dənə papka yaradacağam. Adına deyəcəm ki, siz nə desəz o da istifadə edə bilərsiniz. Mən buna deyəcəm ki, roots adında bir dənə papka yaradacağam. Yəni ki, hansı ki, bütün rootlarımı mən burada yerləşdirəcəm. Roots deyə. Və bunun daxilində də indi və bu rootları yazanda da bizim nə şeylərimiz olacaq? Elə buradan başlayaraq işə görəcəyik. Deməli, mənim message adında bir dənə modelim var. Düzdürmü? Və bu message modelimin üzərində mən nə işlər görəcəm? Yəni, bu klassik CRUD əməliyyatları görməliyəm. Və klassik CRUD əməliyyatlardan nədən ibarətdir? Insert, update, delete və read şeyindən ibarətdir. Necə deyərlər? Əməliyyatlarından ibarətdir. Deməli ki, mənim bu modeli idarə eləyə bilməyim üçün 4 dənə roota ehtiyacım var. 4 roota ehtiyacım var ki, mən bunun üzərindəki dataları idarə edə bilim. Dolayısıyla mən nə edirəm? Gəlirəm burada rootsun içərisində bir dənə fayl yaradıram. Deyirəm ki, messages.py. Yəni ki, buradakı modelimi idarə edə bilmək üçün mən burada messages adında bir dənə root yaradıram. Və ondan sonra bundan əlavə də gəlirəm burada bir dənə fayl yaradıram. Models deyə bir fayl yaradıram özümdə. Models faylında isə mən bu klası buradan götürürəm, qoyuram bu models klasıma. Models klasıma qoyuram və burada mənim nəyə ehtiyacım var? Görürsünüz ki, DB-yə ehtiyacım var. Dolayısıyla from app import DB. Və ya birbaşa bunu buradan yarada bilərik biz. Baxın. Mən bu DB-ni burada yaradıram. App DB-ni burada yaradıram. Və burada mənim nəyə ehtiyacım var? App-ə ehtiyacım var və SQL Alchemy'yə ehtiyacım var. SQL Alchemy'yə ehtiyacım olduğu üçün də mən bunu buradan götürürəm. Bura yerləşdirirəm. Yavaş-yavaş strukturlaşdırmağa çalışıram. Və ondan sonra burada deyirəm ki, from run import app. App'imi də import edirəm ki, burada artıq bu run olunsun. Bu şəkildə də edə bilərik. Ondan sonra artıq bunu yerləşdirdiyimizə görə gəlirəm burada. İndi bu rootumu hələ ki, bu rootumu silirəm, buna ehtiyac görmürəm və bu rootumu mən buradan götürürəm. Nəyə? Aparıram, qoyuram hara? Pardon. Bu rootumu birbaşa buradan götürürəm. Aparıram, qoyuram bunun içərisində.
Burada da mənim nəyə ehtiyacım var? Mənim də from Flask import nəyə? Request-ə redirect, ondan sonra request, render template, request və bunlara ehtiyacım olacaq. Bir də from run import app deyə ehtiyacım olacaq. Ondan sonra bir də nəyə ehtiyacım olacaq? Burada mənim from deyəcəm ki, baxın, mənim burada message klassına ehtiyacım var, db-yə ehtiyacım var. Deyirəm ki, from models import messages deyirəm. Ondan sonra bir də deyirəm ki, from nə? Models import, hətta db-ni də buradan bir yerdə import eləyək. db-ni import elədik. Bu şəkildə mən bunu modullara bölüşdürdüm. Baxın, messages modulunda bunun vəzifəsi nədir? Bunun işi, hətta bunu yazanda da başına bir dənə C qoyuram ki, messages roots deyirəm və bunu da yerində müəyyən edirəm ki, roots messages pay. Bu şəkildə yazıram ki, başına fayllar indi çoxalacaq bizdə. Mən fayla baxım ki, bunun destinationu haradır, yəni pəsi haradır, bunu görə bilim. Bunu bu şəkildə elədik, modellərim buradadır. Ondan sonra artıq buna ehtiyac yoxdur, bunu silirəm. Artıq layihəmi yazmağa gedəcəyimə görə bunları ayırdım. İndi gəldim run pay-nin içərisində. İndi mən nə etməliyəm? Deməli, birinci burada mənim nəyim import olunmalıdır? Import from models import all deyirəm. Ondan sonra deyirəm ki, from roots nöqtə messages import all deyirəm. Yəni, bunların hamısını import elədim, mənə lazım olanları. İndi application'ımı run edirəm, baxaq görək, hər hansı bir problemim varmı? Gedək bunu açaq. Gəldik bura və dedik ki, buradan nv scripts to wait dedim ki, p'ye, run p'ye baxaq görək, hər hansı bir problem çıxacaqmı? Bir dənə importda problem çıxdı. Burada deyir ki, bu problem nədən qaynaqlanır? Cannot import name messages from particular initialized module models. Bunun səbəbi odur ki, biz burada, baxın, biz nəyi import eləmişik? Modelsdən import eləmişik nəyi? Bu models py-ni, düzdürmü? Models py-ni import eləmişik. Və models py-ni mən burada import elədiyim üçün, eyni zamanda da burada nəyi import eləmişəm? App-i import eləmişəm. Və burada elə bir ki, iki dənə problem yaranır. Bir modul o birisini çağırır, o birisi modul da bunu çağırır. Belə bir problem yaranır. Bunu aradan qaldırmaq üçün mən nə edirəm? Bu hissəsini, bunun db-nin bu hissəsini mən bunu burada saxlayıram. Burada saxladım, bunu yuxarıya göndərək. Sonradan bunu çox daha strukturlu eləyəcək. Sadəcə eləyə biləcəyiniz, qarşınıza çıxa biləcək problemləri göstərirəm ki, bu da sizə təcrübə olsun. Deyirəm ki, from run import db eləyirəm buradan. db app bunu run eləyirəm. Təkrar bir dənə yoxlayaq. Burada da eyni problem oldu. Amma bu hansı şeydə verir mənə? Messages py-də verir. Diqqət edin. Messages py-də. Burada mənə bunu verir. Dolayısıyla mən burada nə edəcəm? Bunları hələ ki, bunları sadəcə bunun içərisində bunu app-i buradan edeyim və buna mənə lazım olanları mən burada import edəcəm. Baxın, metodun içərisində import edəcəm. Baxın indi. Burada artıq bu faylın içərisində yox, metodun içərisində import olunduğu üçün mən bunu daha rahatlıqla istifadə edə biləcəm. Baxın, gəldi burada hər hansı bir problem yoxdur. Gedək bir dənə şeyimizi açaq. Warning verdi bir dənə, amma önəmli deyil.
İndi mən burada hansı rutumda işləyəcəm? Bu rutumda heç nə olmadığı üçün, çünki mən silmişdim bu rutumu. Gəlirəm burada nə idi? Kontakt rutuma gəlirəm. Kontakt rutuma bunu işləyirəm və bu əlavələrimi eləyəcəm. Bu indi mənim hansı rutumda əslində messages'in içərisində hansı rutumdur? Gördüyünüz kimi kontakt page'də mən indi buradakı mesajları aldım, database'ə göndərdim. Eləmi? Bundan sonra mən nə etməliyəm? Bu göndərdiyim mesajların bir yerdə siyahının görünməsini istəyirəm. Düzdürmü? Yəni bura gəlirəm indi mesajı. Bunun əsas şeyi nədir? Mesajları mən burada görürəm. Ondan sonra mən bunun üçün gəlməliyəm, rootlarımı yazmalıyam. Nə rootu yazmalıyam? Deyirəm ki, app root. Hələ ki bunu idarə eləyə bilmək üçün deyirəm ki, bura kontakt deyirəm. Kontakt, ondan sonra list deyə bilərəm. Kontakt list deyə bilərəm və ya kontakt şey olsun, məsələn. Burada view olsun və ya mən indi bunu necə deyərlər, sistemləşdirmək üçün mən indi öncədən qərar verməliyəm. Mən əgər istəyirəmsə ki, mənim o siyahım bu səhifədə görünsün, burada başqa bir strategiya izləməliyəm. Amma mən hal-hazırda tam aydın olsun deyə sizə hər şey. Mən bir dənə burada nə yaradacam? Gələcəm bura, template'in içərisində bir dənə şey yaradacam. All messages deyəcəm. All messages.html deyə bir şablon yaradacam. Və bu şablonun içərisində də eyni sistem olacaq. Bircə də align item center, bunu buradan silim. Bircə dəqiqə. Şəkildə bunu bir dənə refresh edək. Bu yuxarıya geçsin. Buradan nə oldu? Niyə error verdi mənə? Sistemdə şey olduğu üçün təkrar yazdım bunu. Və bu şəkildə mənim burada bu görünür. Send message bölməsi. İndi nə edirəm? Bunun eynisini kopyalayıram. Şablon olaraq eynisini kopyalayıram bura. İndi burada da mən nə göstərməliyəm? Oradan gələn mesajların bir cədvəl şəklində ekranda olmasını istəyirəm, görünməsini istəyirəm. Yəni ki, all messages'in içərisində. Ona görə də gəlirəm bunun içərisində bir dənə cədvəl yaradıram. Deyirəm ki, bunun adını qoyuram all messages dedim. Və ondan sonra bunun içərisində də deyirəm ki, mən burada nə yaradacam? Bir dənə cədvəl yaratmalıyam. Və sağ olsun Copilot mənim üçün bu cədvəli yaradır. Amma ki, bu hissəsini PHP olaraq yaradır, təəssüf ki. Bircə dəqiqə. All messages. Bunu verdik. Və mən bunun içərisində, şablon içərisində deyəcəm ki, burada tr yaradacam bir dənə. Bu mənim üçün bunu yaratsın bir dənə. Hətta bunu belə deyə bilərik. Copilot'ın şeyindən create table with name, email, create row table. Baxaq görək Copilot burada işləyirmi? Table row with columns, name, email, message. Bunu yazdıq. Və gəlirəm bura. TR yaradanda baxaq görək bu mənim üçün yaradacaqmı? Yox, yaratmadı. Neysə, önəmli deyil. Gəlirəm TD yaradıram burada. Bunun içərisində 1, 2, 3, 4 dənə. Burada nə olacaq? Deyək ki, ID olsun. Məsələn, ID 1 olsun. Bura mən ID-sini qeyd eləyəcəm elementi. Ondan sonra bura deyəcəm ki, məsələn, göndərən kimdir? Məmməd Qulamov. Ondan sonra deyəcəm ki, Məmməd. Sadəcə şablonu göstərmək üçün bunu yazıram. Ondan sonra email.
name, email yox, bura. Bir dənə TD əlavə eləyək. Bura olsun 1. Məmməd Qulamov. Burada messages. Bu bir mesajdır dedim. Burada date ehtiyac yoxdur. Çünki biz hələ date'i qeyd eləməmişik. Bu şəkildə mən bunu qoydum. İndi mən bunun üçün root yaratmalıyam. Gələcəm bunun üçün root yaratmaq üçün nə edəcəm? Gələcəm deyəcəm ki app.root və deyəcəm ki bu harda görünsün? Messages deyə rootda görünsün. Get postu da qoyuram bura və def. Bura ad verəndə də belə bir adlandırmanı özünüzdə artıq müəyyən bir strategiyaya qoymalısınız. Yavaş-yavaş görəcəksiniz ki, adlandırma sizin üçün nə qədər əhəmiyyətli hala gəlir. İndi gəlirik bura. Deməli, burada mənim nəyə ehtiyacım var? Mən bütün mesajları görmək istəyirəm. Database-dəki. Bunun üçün DB-ni import elədim və artıq yavaş-yavaş Flask SQL Alchemy'nin query'lərini mən yavaş-yavaş burada istifadə edəcəm. Mənə nə lazımdır? O cədvəlin içərisindəki bütün məlumatlar lazımdır. O cədvəlin içərisindəki bütün məlumatları da biz necə strategiya eləmişdik? Demişdik ki, hər sətir bir obyektdir, hansı ki o obyektin içərisində name, email, message deyə bir şeylər var, propertylər var və o obyektlər bir list halında yığılıb. Və bu əslində messages query.all metodunun qarşılığı, SQL qarşılığı nədir? Select all from messages. Yəni ki, bu query'nin, SQL query'sinin Flask SQL Alchemy'də qarşılığı budur. Mən indi nə etməliyəm? Bu datalarımı aldım. Deyirəm ki, bu datalarımı al, zəhmət olmasa göndər mənim şablonumun içərisinə. Bunu da eləyən kimdir? Mənim üçün render template'dir. Bəsit şəkildə eləyirik hələ. Və ondan sonra indi mən buradan bu mesajları aldım. Gəlib bunun içərisində göstərməliyəm. Mesaj bir dənə deyil. List şəklində. Mənim buradan göndərdiyim obyekt nədir? Əslində bir listdir. Bunu məsələn şeydə də görə bilərsiniz. Necə deyərlər? Özünüz baxa da bilərsiniz bunun list olduğuna və s. və s. Hətta buradan belə bir baxaq. Deyək ki, P-yə gələk from roots.messages oradan onu görə bilməyəcək o metodun içərisində olduğu üçün. Onu sonra baxaq. Deməli, bu obyekti göndərdik. İndi bu əgər bir list olduğu üçün mən listin elementlərini tək-tək göstərə bilmək üçün nədən istifadə eləməliyəm? For-dan istifadə eləməliyəm. İndi mənim bu template'imin içərisində, yəni view-mun içərisində o Python datalarını göstərə bilmək üçün mən burada istifadə edəcəm Jinja adında bir package-dən. Jinja 2 package-indən istifadə edəcəm və bu bizim üçün lazımdır ki, artıq o HTML-in daxilində mən necə istifadə edə bilərəm. Bunun içərisində nələrdən istifadə edə bilərəm və s. Əsas mənə lazım olan məlumatlardır. Mən keçən dəfəki dərsdə elə belə bəsit olaraq göstərmişdik ki, 2 dənə bəzəkli mötərizədə mən bir dəyişəni müəyyən edə bilirəm. Və indi Jinja bizə xüsusi şablonlar verir ki, biz onlardan istifadə edə bilək. İndi mən müəyyən datanı harda göstərməliyəm? Baxın. Bir sətrin içərisində. Yəni, hər obyektin bir sətrə qarşılıq gəlirsə, deməli, mən nə etməliyəm? Burada bir dənə for yaratmalıyam. Baxın, bu Jinja template'in sintaksıdır. Mən for'u bu şəkildə yarada bilirəm. Və indi bura deyirəm ki, message deyim buna bir dənə. Və burada o buradan göndərilən hansı listimdir mənim? Baxın, messages listimdir. Deyirəm ki, messages listim. Baxın, deyirəm ki, messages listimdəki hər mesajı götür. Ondan sonra bunun içərisinə mən şablonumu yazıram.
Deyirəm ki, burada bu nədir? Bura gəlirəm, yazıram, deyirəm ki, message.id. Bura bunu yazdım. Gedib baxacam görək mən nə yazmışam. Bir dənə cədvəlimizə də baxaq. Database cədvəlimizə baxaq. Haradadır bizim database cədvəlimiz? Elə buradan baxa bilərik. Baxın. Burada mənim 4 dənə kolumum var. ID, name, email, message deyə. Gəlirəm dolayısıyla bura deyirəm ki, bu mesajın ID-sini göstər. Burada 2 dənə şey var, pardon. Bura 2 dənə yazırıq. Message ID. Çünki burada 2 dənə bir dəyişəni göstərmək üçün, 2 dənə bu for'u göstərmək üçün sonradan if-dən də istifadə edəcəyik təbii ki. Bunun içərisində də göstər deyirəm. Nəyi? Message.name. Ondan sonra burada göstər nəyi? Message.email. Bunu göstər. Ondan sonra burada da göstər nəyi? Message nöqtə. Mənim nəyim var? Message göstər. Message nöqtə. Message göstər. Və burada da gördüyünüz kimi mən neynədim? Məlumatımı aldım və onu Jinja vasitəsilə populate elədim. Buna populate eləmək deyirlər. Mən bunu populate elədim. İndi baxaq. Gedək, mən buradan rootda application-ı run edeyim. Buradan çıxım. Gəldik, deyirəm ki, py, run, py. Gəldik, bunu run eləyək burada. Deməli, bu mənim kontaktımdır və mənim digər rootum nə idi? Messages rootum var idi burada. Buradan baxaq, messages html. Hə, mənim buradakı rootumun adı, bunun dəyişdiyini rename eləyim, messages deyim. Çünki mən burada rootumda elə qeyd eləmişdim. Baxın, messages html deyə. Və indi gəlirəm bunu təkrar bir run edirəm. Gördüyünüz kimi burada mənim database'imdən gələn məlumatlar artıq buradadır. İndi gəlin bir dənə yoxlayaq. Gəlirəm bura deyirəm ki, Məmməd, bura deyək ki, Məmməd@gmail.com. Ondan sonra deyirəm burada bu bir yeni mesajdır. Send elədim və gəlin messages table-uma baxıram. Rootuma baxıram və bura əlavə elədiyim məlumatlar gəldi, düşdü bura. Və artıq mənim məlumatlarım və buna avtomatik birbaşa qeyd edə bilərik. Məsələn, mən buradan send message eləyəndə bunu send eləsin. Və kontakt formu əgər mən buradan post eləmişəmsə və mən burada belə bir şey də deyə bilərəm. Deyə bilərəm ki, bu əgər mənim mesajımı göndəribsə, avtomatik olaraq göndərilən mesajlara getsin. İndi burada da mənim istifadə eləyəcəyim, baxın deyirəm ki, bu kontakt rootumda iş görülsün. Bir var ki, render template ilə hər hansı bir səhifəni göstərin. Bir də var ki, deyirəm ki, bu işin qutarandan sonra zəhmət olmasa get hara message. Burada deyirəm ki, redirect-ə gedə bilərsən. Buradan redirect elə, hara? Bunun içərisində yazım, messages. Bunu bura göndər. Deyirəm ki, baxın, buradakı, məsələn, təkrar izah edirəm. Mən formumdan məlumatı aldım, database-ə yazdım və ondan sonra istəyirəm ki, birbaşa yönəlsin hara? Bu rootuma fikir verin. Bu rootuma yönəldiyi üçün də nə edəcək? Gedəcək database-dəki məlumatları götürəcək və ondan sonra da mənə ekranda göstərəcək. Gəldik bura. Yoxlayaq bir dənə bunu. Deməli, buradan mən serverimi run eləmədim. Gəldik bura. Baxın, bu avtomatik şeydə qaldığı üçün gəlirəm kontakt. Bura deyirəm ki, Samir Əhmədov. Pardon.
Bura e-mail gəlməlidir. Samir Əhmədov. Bura samir@gmail.com yazdım. Burada deyirəm ki, Samir'in yeni mesajıdır. Bunu göndərdik. Və artıq məlumatlarım gəlir, düşür bura. İndi mən nə etməliyəm? Baxın, burada artıq CRUD əməliyyatlarından ikisini yerinə yetirdik. Hansını? Birinci, deməli, create yerinə yetirdik və read yerinə yetirdik. Create, read. İndi getməliyik update və ya delete. Mən indi istəyirəm ki, bunları update və ya delete edeyim. Yəni, silim və ya dəyişdirim. Onun üçün mən nə edəcəm? Deməli, burada bu cədvəlin içərisində 2 dənə düymə olmalıdır ki, mən məsələn bunu silmək istəyirəm, database'dən bunu silmək istəyirəm, ondan sonra bunu silmək istəyirəm və s. Bunu eləmək üçün də mən gəlirəm bu şablonun içərisində, məsəl üçün içərisində 2 dənə də şey qoyuram. Gəlirəm bura, deyirəm ki, bura actions deyirəm, adında bir şey əlavə edirəm, bölmə əlavə edirəm və gəlirəm bu hissədə də deyirəm ki, burada da 2 dənə şey qoyacam, link qoyacam. Deyəcəm ki, deyəcəm ki, delete, bir dənə də qoyacam, update. İndi gedək baxaq, refresh eləsəm, mənim üçün də burada delete və update butonları var. Mən indi istəyirəm ki, hansı sətrə delete eləmişdir, klik eləmişəmsə, onu silim, hansını update eləmək istəyirəmsə də onu edeyim. İndi gələk birinci delete məsələsinə. Bunun məntiqini özümüzdə oturaqlaşdıraq. Mən indi bunu delete eləyəndə, bu nə deməkdir? Mən buna delete eləyəndə mən bu sətri silməliyəm. Bu sətrin bizdəki qarşılığı nədir? Python'dakı qarşılığı nədir? Python'dakı qarşılığı bir obyektdir. Deməli ki, mən bu delete eləyəndə, birinci mən buna basanda hansı obyekti siləcəyimi bilməliyəm. Yəni, buna klik eləyəndə, baxın, gələcəm indi bura, burada artıq bir dənə də root yaradacam. Gələcəm, deyəcəm ki, app.root deyəcəm ki, messages delete, messages, buna delete deyirəm, sonradan şey deyəcək, delete və deyirəm ki, def delete metodu yazıram və ondan sonra da bura 2 nöqtə qoyum və bunun üçün də mən deməli işlərimi görə bilməliyəm. Hələ ki, pas yazıram bura. Deməli, mən indi burada nə iş görməliyəm? Nə iş görəcəm? Bu rootlar haqqında yenə deyirəm, bu eləməyimin məqsədi ümumi bir görüntünü yaratmaqdır. Bu mənim delete rootumdur. Düzdürmü? Mən indi nə iş görməliyəm delete rootumda? Bunu bir dənə açım. Görə bilək deyə. Deməli, mənim buradakı qabağımdakı problem nədir? Mən bu delete'ə basanda, delete hamısında eynidir. Bu bir linkdir, A-linkidir. Mən bunu basanda mən birinci nə etməliyəm? Hansı obyekti siləcəyimi tapmalıyam. Hansı obyekti? Bir obyektin də dəyişməyən nöqtəsi harasıdır? ID-sidir. Mən indi buna klik eləyəndə, yuxarıda belə bir root yaratsam. Delete / məsələn 1. 1 nədir? Bunun ID-sidir. Mən buna klik eləyəndə, bunu bu linkə göndərsəm, yəni ID-sini bir şəkildə mən URL-ə göndərə bilsəm, ondan sonra o URL-dən o ID-ni götürüb deyə bilərəm ki, qardaş, bu ID-yə sahib olan obyekti tap və sil deyə bilərəm. Ona görə gəlirəm indi bunu eləmək üçün də, baxın, mən gəlirəm bu messages hissəsinə, bura deyirəm ki, baxın, bu görüntünü deyirəm ki, bunu yönləndir hara, baxın, delete / və bura geçsin. Yəni bunu göstərəcəm təsirinin necə olduğunu. Deyəcəm ki, burada deyəcəm ki, update / bu. Bunu sonradan update məsələsinə sonra baxacaq. İndi gəlin bunu bir də analiz edək. Baxın indi, mən bunun üzərinə gələndə, zəhmət olmasa bir aşağıya baxın. Bura baxın, zəhmət olmasa.
Buna baxın. Bu mənim üçün hansı delete'in üzərinə gələndə hansı obyekti siləcəyimin ID-sini mənə göstərdi. Eyni yerə bir dənə də gəzək. Aşağıya baxın. Delete'də artıq 2'dir. Ondan sonra bunun üstünə gəldim 3'dür. Bunun üstünə gəldim. Deməli artıq mən hansı sətri siləcəyimin, hansı obyekti siləcəyimin ID-sini root'a göndərə bilirəm. Yəni mən buna klik eləyəndə artıq baxın getdi bura. Yəni artıq ID-ni o URL-ə göndərə bilirəm. İndi mənim işim nədir? Buradan bu ID-ni götürüb o ID-yə sahib olan obyekti silməkdir. Database'dən silməkdir. Dolayısıyla gəlirəm bunu eləmək üçün də mənim Flash deyir ki, sən o ID-ni götürə bilmək üçün buradan bu mötərizələr içərisində ID-ni yaz. Bu şəkildə, yəni bunu dəyişən olaraq götürür bu. Və ondan sonra bura onu parametre olaraq ötür. Və ondan sonra artıq mən bura parametre olaraq ötürə bildiyimə görə Flask-nə, mən bunu nə edə bilərəm? Artıq silə bilərəm. Və indi mənə lazımdır ki, mən database'dən və ya Flask-lə o silinəcəyim obyekti tapım. Bunu tapmaq üçün də message bərabərdir. Belə bir query'si var. Yenə burada eyni şəkildə bunu import edirik. Çünki burada lazımımız olacaq. Baxın, bunu gəldim. Bu query'də nədir? Belə. Bunun select deyək ki, from messages və ID bərabərdir ID. Bunun tərcüməsi budur. Flash-ın. Yəni ki, SQL Alchemy'dir. Və indi mən bu mesajımı tapdım. İndi mən bunu nə etməliyəm? Silməliyəm. Bunu silmək üçün də nə edəcəm? db session.delete mesaj. Bunu artıq sildim. Session, pardon. Bir dəqiqə. db.session.delete mesaj. Bunu sildim. Ondan sonra nə etməliyəm? Mən bu mesajı sildim. Ondan sonra deyəcəm ki, db.session.commit. Bu da mənim üçün nə edəcək? O mesajı siləcək, database'dən siləcək. İndi ondan sonra mən bunu elədikdən sonra buradakı işimi yenə görürəm. Deyirəm ki, database'dən silsin, ondan sonra redirect eləsin bura. Bunu göndərdik. Və ondan sonra artıq bu işim bitdi. Baxın, delete'in işi bitdi. Yəni ki, mən bu delete'i göndərəndə ID-sini götürsün və ondan sonra silsin. Gəlin bir dənə yoxlayaq bunu. Gəldik bura. Refresh elədim. Yəni baxaq. Gəldik bura. Bunu delete eləyəndə baxın sildi. İndi gedək baxaq görə həqiqətən database'dən də silibmi bunu? Baxın, bir ID-liyini sildi. Ondan sonra gedək 2-ni silək. 3'ü silək məsələn. 3 də getdi. Bunu da sildik. Bu da buradan silinmiş oldu. Və ondan sonra gəlirəm. İndi bir dənə yoxlayaq. Təkrar bir dənə yenisini əlavə eləyək. Kontakt. Buradan gəldik ki namik@gmail.com dedik ki, Namiqin mesajı. Send elədik. Gəldi Namiq düşdü bura. Bu Samir Əhmədovu silmək istəyirəm. Samir Əhmədovu sildim və artıq mənim datalarım bura gəlmiş oldu. İndi bu artıq görürsünüz ki, 3-cü action'ımı da elədim. Yəni insert'ı elədim, yəni create elədim, read elədim, delete elədim. Qaldı bir update. Bu mən update'i yazmayacağam, update'i sizin yazmağınızı istəyəcəm. Yəni ki, bunun eyni məntiqini tətbiq eləyərək update'i yazmağınız lazımdır. Belə, bunu tətbiq elədikdən sonra biz artıq görürsünüz ki, yavaş-yavaş
öz işlərimizi daha sistemləşdirməyə doğru gedirik layihə üzərində. Artıq növbəti dərslərdən 1 və ya 2 dərsdən sonra layihə üzərində artıq birbaşa layihənin üzərində işlər görməyə başlaya biləcəyik. Belə, bugünlük bu qədər. Növbəti dərsdə